Mən Ramiz Meksi deyirəm ki, prezident administrasiya çıxandan sonra heç bir əlaqəm yox idi. Nə telefon, nə cip telefonu, nə ev telefonu, nə salam əleykum, nə heç inşaatda olmamış. Onu yaza bilərsiniz. Buyurun bir tutarlı getir. Gülməli şeylər yazırlar, gülməli şeylər bilmirlər. Mən belə başa düşürəm, kimsə, kimin qarnına ağrısı var, öz başından çəkmək üçün əlbəttə ki, hansısa görkəmli adamlarını çəkmək istəyirlər. Aha. Yəni sizi istintaqa dəvət eləməyiblər İlmar bəy? Nədir? Sizi istintaqa dəvət ediblərmi? Siz dəvətləsinlər. Yox, ümumiyyətlə adınız APA'nın siyahısında var və deyirlər ki, bütün bu adı çəkilən şəxslər istintaqa da dəvət olunacaq. Gözləyin də bugün bazar günüdür. Bəlkə birinci gün dəvət edəcəklər. İndi bilmirəm mən. Amma inanmıram ki, dəvət eləsinlər. Çünki orada ciddi adamlar işləyirlər. Fakt üstündə işləyən adam vardır. Yəni sizin heç Ramiz Mehdievlə kontaktınız, əlaqəniz yoxdur. Düz başa düşürəm. Çünki belə Düz başa düşürsünüz. Düz başa düşürsünüz, belə də çap eləyir. Aha. Bəs bu barədə adınızı çəkən media orqanlarından və yaxud da ki, müvafiq qurumlara müraciət edəcəksiniz? Yəqin ki, o adamlar bunu sızıblar media. Çünki bunlar istəyirlər ki, öz tərəfindən, öz başından uzağa getmək üçün hansısa bir görkəmli adamların adlarını çəksinlər ki, onların adları çıxmasın siyahıdan. Aha. Yəni heç versiyanız var ki, nəyə görə məhz sizin adınız səslənir, hallanır? Yəni siz görkəmli adamam da mən də. Artıq 16 ildən artıq nazir olmuşam da. Deməli, mən 5 il keçib ki, mən vəzifədən çıxmışam. İndiyəcən heç kəs sakitləşmir. Amma heç vaxt belə deyək də o komandada Ramiz Mehdiyevlə münasibətləriniz necə olub İlmar bəy? Mən deyirəm yenə də təsəvvür eləyin ki, əgər əlaqələrim yaxşı olsaydı 6 ildir, 19-cu ildədir çıxıb. Mən onun nə cip telefonu bilirəm, nə ev telefonu bilirəm, nə əlaqədə olmuşam, nə hissiyatda olmuşam, nə danışmışam, nə salam əleykum vermişəm. Heç nə yox idi. Onu da hamı bilirdi. Kimə sual verəcəksiniz, hamı biləcəkdi. Amma belə normal münasibətiniz necədir? Ümumiyyətlə normal insani münasibətiniz. Onu qiymətləndirirsinizmi? Mən yenə də deyirəm, xanım, mən sizə yenə deyirəm. 6 ildir Ramiz Mehdiyev prezident administrasiya çıxandan sonra mənim əlaqələrim onunla yox idi. Heç nə telefon danışığı, nə təbriklər, nə salam əleykum, nə hansı. Mən heç üzünü də görməmişim bu 6 ilin ərzində. Aydın. Həbsini normal hesab edirsinizmi? Həbs olunmalıdır mı böyle? Yəni əməllərinə baxanda? Yaxşı, qurtardıq getdik də provokasiya ilə. Yox, münasibət soruşuram. Niyə provokasiya, niyə təxribat olsun? Bəsdir. Nə münasibəti? Lazım olsa, faktlar olsa indi həbs eləyəcəklər. Axı siz görkəmli insansınız, eks-nazirsiniz. Ona görə sizdən soruşuram. Yenə də deyirəm. Əgər fakt olsa, hansı sübut eləyə bilsələr, hansı faktları gətirə bilsələr, həbs eləsinlərdir. Mən nə deyirəm? Mən cavaba hazıram. Aydındır. Təşəkkür edirəm. Gözəl bazar axşamı arzulayıram sizə. Təşəkkürlər. Sağ olun.